İdman Akademiyası tələbələrin pulunu mənimsəyir. Bir qrup tələbə redaksiyamıza müraciət edərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqaüd sistemində ədalətsizlik və şəffaflığın pozulduğunu bildiriblər. Şikayətçi tələbələrin sözlərinə görə dövlət sifarişi əsasında, yəni ödənişsiz əsaslarla təhsil alan tələbələr semestri kəsirsiz və 71 baldan yuxarı orta göstərici ilə başa vursalar da onlara təqaüd verilməyib. Halbuki digər universitetlərdə bu meyar əsasında tələbələr avtomatik olaraq dövlət təqaüdü alırlar. Onların iddialarına görə son semestrdə təqaüd almaq üçün qoyulan bal həddi əsassız şəkildə qaldırılıb. Nəticədə bir çox tələbə haqsız yerə təqaüdsüz qalıb. Həmçinin köçürülən təqaüd vəsaitlərinin hara və kimin cibinə axdığı ilə bağlı da şəffaf məlumat təqdim olunmur. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən və İdman Akademiyasından sorğularımıza cavab verilib. Sual: Akademiyada təqaüd alma qaydaları hansı meyarlara əsasən müəyyən edilir? Cavab: Akademiyada tələbələrin təqaüd alma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasının müddəaları ilə müəyyən olunur. 2.4.1 Ali təhsil müəssisələrində təqaüd yerlərinin sayı, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 960 nömrəli sərəncamının birinci hissəsində göstərilən səviyyədə müəyyənləşdirilir. Hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsil alma formasında təhsil alanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsil alanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsil alanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə ödənişli əsaslarla qəbul olunmuş təhsil alanların sayının həmin ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunmuş təhsil alanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq aparılır. 2.5 Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, İmtahan sessiyasının nəticələrinə əsasən qaydaya görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzürsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayana dək həmin fənni dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır. Əvvəllər 71+ ortalama ilə təqaüd verilirdisə, bu göstəricinin artırılması nəyə əsaslanır? Cavab: Azərbaycan Respublikası Nazirlər Kabineti doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasının 2.5-ci bəndinə əsasən təqaüd alacaq tələbələrin siyahısı artıq sabit orta göstəriciyə görə deyil, imtahan sessiyasının nəticələrinə əsasən qaydaya görə ən yüksəkdən başlayan sıralamaya uyğun müəyyən edilir. Yəni təqaüd yerləri məhdud sayda olduğu üçün. Qeyd edək ki, məlumatın mənbəyi Tribuna.info saytıdır.